Bismillah, selamünaleyküm. Mən bu videonu çəkməkdə, paylaşmaqda məqsədim həm usta yoldaşlara faydalı olmaq, həm də tövlə tikdirmək istəyən bu tövlə tikintisidir. Tövlə tikdirmək istəyən qardaşlar üçün faydalı məlumatlar paylaşmaqdır. Deməli, ilk öncə burada mayakların tutulmasını göstərmək istəyirəm. Deməli, bu istalma məftildir. Bu yanmış məftil kimi dartılmır da. Bunu tarama çəkdim, yatıb qalxması yoxdur. Deməli, bunu taramlamaq üçün da divarı buradan deşdik divarı mayakın, yəni lazım olan qədər də burada mənə indi bu məsafədə 2 dənə məftil lazımdır da 2 metrdir cəmsi məsafə. Deşdik buradan divarı da orijinal tutmuşam. Burada görükür də görüntüdə sinkalı iplə köhnə üsulunu. Deşib keçirdim buradan o tərəfə. O tərəfdə məftilin başına bir dənə belə kusok katinka istənilən bir şey də, yəni bax belə dopillə bağlamaq olar. Belə bir şey bağladım. Bu elə bir ki olan ərazidə divarın bir tərəfidir. Bu bir tərəf. Burada digər ikinci tərəf. İkinci tərəfdə isə çöl tərəfdən belə bir şey eləyirsən. Deməli, bax bu gördüyümüz armatura gətirib bağladım bunu. Burada armaturu divardan aralı eləmirsən də mümkün qədər divara yaxın məsafədə eləyirsən. Bağladım o tərəfi də bu tərəfi də. Sonra bir dənə bu araya armaturdan, qvazdiyordan istənilən bir şey salıb bura araladım. Bu taxtaları qoydum burada. Bu taramda dayandı da. İstənilən taramlıq var. Bunu tarama çəkəndən sonra məftili. Məsələn, metal axsad vurulacaq yerlərdə bunun altına müəyyən yerlərdən pastavka qoymaq olar ki, bu nə qədər taram olsa, yəni bir yarım sant aşağı yatma ehtimalı var da. Yəni, o yatmasın deyə. Mən burada dediyim o pastavkaları qoymamışam ki, yəni burada tövlə olacaq, malın altında olacaq da, üstünə bir şey vurulmadığına görə bu pastavkalar qoyulan yerdən sonra beton tədricən dağılır. Dağılır gedir. Ona görə də burada qoymamışam. Həm də ehtiyac yoxdur, burada metlaq vurulmayacaq, heyvanın altıdır. Hələ uklon olduğu yüngülyaraq bəs eləyir. Bu taxta isə bu qəlib malın həm sidiyi, həm peyni yığılması üçün olan bir yerdir. Deməli, burada bu malın yatacağı yerdə betonun qalınlığın 7 santı nəzərdə tutmuşam. Digər yerlərdə 4 santla nəzərdə tutmuşam. Burada 4 santı tutmaqda məqsədim, yəni həm gəzinti yeridir, həm orada elə bir ağırlıq yoxdur. Həm də ki, o şeybəyin arasına da betonun suyu, beton özü 1 santı yarım işlədi, 6 santiyə rahat çatacaq. 6 santiyə, amma burada isə 7 sant eləməkdə məqsədim odur ki, bura falqa sərmişəm, digər tərəfdə hazırdır. Yəni, bu falqanı sərmişəm ki, malın isti soyuq məsələsinə görə. Yəni, mala soyuq olmasın, beton soyuq saxlayır deyirlər. Mənim indi o qədər təcrübəm yoxdur heyvan saxlamaq barədə. Amma özüm belə ustayam da müəyyən şeyləri. Bu şeyləri də gördüyüm işləri də həm baytarlarla maraqlanmışam, həm tövləsi olanlarla. Bura falqanın, deməli, bu falqanın da, bax, bu qurquşun kimi görkən hissəsi, buna beton dəyən kimi bu məhv olur da. Bu məhv olmasın deyə buradan üstündən kulyonka sərmişəm ki, onu yandırmasın. Bu, mənim bildiyim qədəri ilə bunun mal yatanda, yəni bu falqa istilik istehsal eləmir də, yəni olan temperaturu qoruyub saxlamaq üçündür. Mal elə bir ki, öz temperaturuna yatdığı yeri qızdırdı betonu. O betondan aşağı istilik keçməyəcək də, o yatdığı yeri istiləyəcək. Bir belə, deməli, pəncərələri də mən 60-ın 1.60-a qoymuşam, 4 dənə. İçəri 12 metr 60 santıdır məsafə. Havalanması, yəni pəncərəni mümkün qədər maraqlandığım baytar belə məsləhət görüb, yuxarıdan qoymaq lazımdır, belə qoymaq lazımdır ki, deməli, heyvanın buraxdığı qazlar istəyir, nəfəsindən istəyir, nəcisindən havaya buraxdığı qazlar çox təhlükəli qazlardır. O qazlar da elə bir ki, yuxarıdan, tavandan 1 metr 20 santiyə qədər yığıla bilir də bu məsafədə. Ona görə də pəncərəni yuxarıdan qoymaq lazımdır ki, o havalanma sistemi yaxşı olsun. Tövlənin içi hardasa məndə 2.50 ilə 2.60 aralığında qalacaq belə hündürlük. Amma bir kərpicdə mənə elə gəlir ki, bir kubikdə hündür olsa, 2 eşitad zad olsa, lap qəşəng olar, rahatlıq olar. Bu hissə də, deməli, bu taxtalarda malın elə bir ki, burada bağlandı.
Malın ayağının altından hündürlük sona qədər hardasa bir 38 sant, 37-38 sant olacaq bu aralıqda. Qabaq tərəfdə isə yem, ot töküləcək yerdə. Bura malın ayağının altından yerdə bir hündür olacaq. Burada yerdən, bura hündürlük hardasa bir 20 sant zad belə olacaq. Belə, yəni buralarda, bu aralarda steşkanı 4 santi nəzərdə tutmuşam. Allah hər kəsə işinə avan diləsin, Allah hər kəsin işinə bərəkət versin. Allah'a emanet olun.